Azərbaycanlı həkim hantavirusa yoluxan pasiyenti haqqında danışıb. Bu hadisə bir neçə il əvvəl baş verib. Lakin araşdırıldıqdan sonra yoluxmanın səbəbi məlum olub və həkimləri təəccübləndirib. Terapevt, daxili xəstəliklər üzrə mütəxəssis uzman doktor Əfsanə Bayramova hadisəni STV xəbərə daha ətraflı izah edib. Praktikamızda şöbəyə yatırdığımız xəstələrdə hantavirus kimlərdə ağlımıza gəlir? Heç bir böyrək xəstəliyi olmayan və birdən-birə kəskin bir şəkildə böyrək zədələnməsi, kreatin yüksəkliyi, sidiyə çıxa bilmir kimi şikayətlərlə yatırdığımız xəstələrdə ağlımıza gəlir və xəstəni sorğuluyuruq. Ən çox depo çalışanlarıdır, farələrin, siçovulların, pişiklərin təması olunma nəticəsində hantavirus yoluxur. Hətta belə bir siz danışırsınız, mən bir situasiya xatırlayıram. Bir hüquqşünası yatırmışdıq. Türkiyədə xatırlayıram onu asistanlıq vaxtımda. O qədər sorğuladıq ki, bu hüquqşünas bir siçovulla, bir pişiklə necə təması ola bilər? Yəni işinə gedir, gəlir. Sonunda çox energetoniklər içirmiş. Tənəkə qablarda energetoniklər içirmiş. Onun da depoda qalanda onların üzərindən siçovullar və o tənəkə qabların da ağzını açıb hansı qabı biz yuyub istifadə edirik ki, o ağzını tənəkə qablarda farələrin, siçovulların, pişiklərin təması nəticəsində virus və o da ağızdan təmas böyrək yetməzliyi ilə yatırmışdıq o pasiyenti xatırlayıram. Hətta bir müddət dializə daldıq, ondan sonra yaxşılaşma ilə evə yola saldıq. Mütəxəssislər marketlərdən alınan qablaşdırılmış məhsullarla bağlı vacib xəbərdarlıq edir. Anbarlarda gəmircilərin olması səbəbindən məhsul qablaşdırmalarının üzərində müxtəlif mikroorqanizmlər və viruslar qalır. Bu səbəbdən evə gətirilən istənilən qablaşdırmanın istifadədən əvvəl yuyulması və ya dezinfeksiya edilməsi tövsiyə olunur. Xüsusilə konserv bankaları, plastik qablar, şüşələr və karton qutuların təmizlənməsi vacibdir deyə uzman doktor Əfsanə Bayramova vurğulayıb.